Hər vaxtınız xeyir olsun Simnarə. Sizi Mingəçevirdən salamlayıram. Bakı Xankəndi marafonu bütün həyəcanlı ilə davam eləyir. Bugün 3-cü gün idi və idmançılar Qəbələdən hazırda olduğumuz Mingəçevirə 162,9 kilometr məsafəni qət etdilər və mükafatçıları müəyyənləşdirdilər. Bugünün qalibi XTG Astana komandasının üzvü Gleb Saritsa oldu. O bütün rəqiblərini geridə qoydu. Müəyyən qədər mübarizə var idi, amma o hamıdan tez finişə çatdı. Onu da qeyd edeyim ki, ötən gündə onun komanda yoldaşı Yevgeni Fyodorov birinci olmuşdu. Ümumiyyətlə, burada çox maraqlı hava var. Onu qeyd edeyim ki, Azərbaycanın 20 şəhər və bölgəsini əhatə eləyir bu marafon və kifayət qədər maraqla yerli əhali tərəfindən izlənilir. Bunu qonaqlar da özləri qeyd edirlər müsahibələrində. Onu da qeyd edeyim ki, idmançılar üçün çətinlik yaradılan məsələlərdən biri də yolun enişli yoxuşlu olmağıdır. Kifayət qədər çətinlik yaradır. Bunu ötən günün qalibi özü qeyd eləmişdi. Birinci mərhələnin qalibi isə Aleksey Şirinik olmuşdu. O da qeyd edirdi ki, Bakının küləyi ona maneə törətmişdi. Sabahki mərhələ artıq 4-cü mərhələdir. O mərhələdə Gəncədən başlayan idmançılar artıq Naftalanda finişə çatacaqlar. Onu da qeyd edeyim ki, yarışın mükafat fondu 50 min avrodan daha doğrusu çoxdur və burada 20 ölkədən olan 24 komanda mübarizə aparır. Mənim bu saata çatdıracaqlarım bunlar idi. Söz yenidən sizdədir.